Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili müəllimi Lamiyə müəllimə. Bu gün əsas nitq hissələrinə aid olan bu sınağın qısa izahını verəcəm. Birinci sualdan başlayaq. Bu torpaq qorxaq yetişdirməz cümləsi haqqında hansı fikir düzgündür? A variantında cümlənin mübtədası düzəltmə sözlə ifadə olunub. Baxaq. Yetişdirməz. Nə yetişdirməz? Torpaq yetişdirməz. Torpaq qorxaq yetişdirməz. Cümlənin mübtədası sadə isimlə ifadə olunub, səhv fikirdir. Əmr şəklində olan feil işlənib. Cümlənin xəbərini təhlil eləsək, baxarıq ki, cümlədə zaman şəkilçisi var. Əgər bir feildə zaman şəkilçisi varsa, deməli bu feil olacaq xəbər şəklində. Bu da səhv fikirdir. C-də deyir ki, isimlər quruluş isə sadə və düzəltmədir. Baxaq. Deməli, bu əvəzlikdir. Torpaq isimdir, düzdür, sadədir. Qorxaq sifətdir, yetişdirməz feildir. C variantı da səhv fikirdir, çünki isimlər quruluşca sadə və düzəltmədir deyil. Amma burada bir dənə isim işlənib, o da sadə isimdir. D-də cümlədə 4 müxtəlif nitq hissəsi işlənib, cavabımız D variantıdır. Burada bu əvəzlikdir. Torpaq isimdir. Qorxaq, necə qorxaq? Sifətdir, yetişdirməzdə feildir. 4 fərqli nitq hissəsi işlənib, düzdür. Sifəti əvəz etmiş, təyin əvəzliyi işlənib. Sifəti əvəz etmiş təyin əvəzlik yox, işarə əvəzliyi işlənib. O, bu, elə belə, həmin. Bunlar işarə əvəzliyidir, təyin əvəzlik deyil. E variantı da səhvdir. Burada torpaq qorxaqçaşdırır, çünki cümlə daxilində isimləşib, adlı halda işlənib, kim sualına cavab verir. Amma ki, biz bir sözün hansı nitq hissəsi olduğunu bilmək üçün onu cümlədən çıxardıb kənarda sual verməliyik. Məsələn, qorxaq yetişdirməz. Buna cümlə daxilində sual versə, ismin sualına cavab verəcək. Amma kənarda sual versə, qorxaq, necə qorxaq? Qorxaq insan, necə insan? Qorxaq insan keyfiyyət bildirir. Deməli, sifətdir. Çünki əlamət və keyfiyyət bildirmək sifətin xüsusiyyətidir. Verilmiş nümunələrdə feillərin qrammatik məna növlərini ardıcıllıqla düzün. Birinci cümlədə deyir ki, tapşırıq yerinə yetirildi. Baxırıq ki, burada şəkilçi var. Üstü 4 şəkilçisi var. Bu şəkilçi məhsul növdə də var, qayıdış növdə də var. Fərq burasındadır ki, qayıdış növdə iş subyektin öz üzərində icra olunur. Amma məhsul növdə işi icra edən, yəni subyekt məlum deyil. Deməli, tapşırıq yerinə yetirildi. Nə yetirilib? Tapşırıq, cümlənin mübtədası var. Bəs kim tərəfindən tapşırıq yerinə yetirib? Subyekt, yəni işi icra edən cümlə daxilində məlumdur? Xeyr, məlum deyil. Bu feil olacaq məhsul növdə. Birinci, ikini yazırıq. Dostlar vaxtından tez sağollaşdılar. Uzaqdan baxanda feil qarşılıq birgəlik növdə olan feilə çox oxşuyur. Amma ki, bütün növlər üçün birinci və ən əsas qayda şəkilçidir. Bu feildə qarşılıq birgəlik növü şəkilçisi işlənməyib. Laş şəkilçisi var. Laşda adlardan feil düzəldən şəkilçisidir. La ayrı, ş ayrı şəkilçi deyil. Çünki sağollamaq sözü yoxdur. Laş o vaxt parçalanır ki, ladan sonra maq artıra bilirik. Yəni elə bir söz var. Məsələn, salamlaşmaq. Sözün kökü salam. Salamdan salamlamaq, salamlamaqdan da salamlaşmaq. Burada qarşılıq birgəlinin şəkilçisi var. Amma bu feildə bir dənə laş şəkilçisi var. Adlardan feil düzəldən şəkilçidir. Bu zamandır, bu da şəxs sonludur. Əgər bir feildə növ şəkilçisi yoxdursa, deməli həmin feil məlum növdədir. 2-də deyir ki, ana övladından şikayətləndi. Yenə sözün kökü şikayət. Şikayətləmək sözü yoxdur. Burada bir dənə lən şəkilçisi var. Adlardan feil düzəldən şəkilçi, d isə zaman şəkilçisidir. Feili təhlil eləməsək qayıdış növə çox oxşuyur, amma ki, feili kök və şəkilçiyə ayırdıq. Sözün kökü şikayət, şikayətdən də şikayətlənmək yaranır. Burada lən şəkilçisi var. Bu da adlardan feil düzəldən şəkilcidir. Feildə hər hansı bir növ şəkilçisi olmadığına görə bu feildə məlum növdədir. Çöllər yaşıl geyinmişdi. Geymək sözün kökü. Geyinmək, in növ şəkilçisi. Mış zaman da isə edinin qısaldılmış formasıdır. Bu feildə qayıdış növdədir. Çünki geyinmək feili qayıdış növdədir. İşi subyekt öz üzərində icra eləyir. Deməli, 3. Evi bayrama görə bəzətdirmişdilər. Bəzəmək sözün kökü, bəzəməkdən bəzətmək, bəzətməkdən bəzətdirmək, mış zaman, d idinin qısaldılmışı, lər isə şəxs sonluğudur. Burada da haqqında danışdığımız insan işi özü yox, başqa bir insana, başqa bir subyekt icra elətdirib. Deyir, evi bayrama görə bəzətdirmişdilər. Məsələn, onlar evi bayrama görə bəzətdiriblər. Onlar özü işi icra eləməyib. Onlar başqa bir şəxsə işi icra elətdirib. Bu da icbar növün qaydasıdır. 2, 1, 1, 3, 4. Cavabımız C variantı. 2, 1, 1, 3, 4.
Hansı nümunədə tərzi hərəkət zərfi işlənmişdir? Tapşırıqları belə yazma cümləsində belə necə sualına cavab verir və feili izah edir. Amma ki, bu əvəzlikdir. Çünki biz elə beləni əvəzlikdə öyrənmişik. Hansı nitq hissəsini əvəz eləyib? Zərfi əvəz eləyib. Zərfi əvəz eləyib deyə bilərik, amma zərfdir demək olmaz, çünki elə belə əvəzlikdir, işarə əvəzlikləridir. Əli bütün suallara çəkinmədən cavab verirdi. Necə cavab verirdi? Çəkinmədən, amma burada madan mədən var. Bu isə feili bağlama şəkilçisidir. B variantını da çıxartdıq, çünki burada feili bağlama işlənir. Feili bağlamalar da zərf kimi hərəkətin tərzini bildirə bilir. Fərq burasındadır ki, deməli, şəkilçi var. Burada madən-mədən feili bağlama şəkilçisi var. Biz ona görə bu sözü feili bağlama götürdük. Arabir yağış yağırdı. Cümlədə tərzi hərəkət zərfidir. Arabir isə tərzi hərəkət zərfi olmadığına görə C variantını da çıxardırıq. D-də deyir ki, uşaq sevincə içəri daxil oldu. Necə daxil olub? Sevincə içəri daxil olub. Sevinmək sözün kökü. Sevinməkdən sevincək yaranır. Cək zərf düzəldən şəkilcidir və tərzi hərəkət zərfidir. Necə daxil oldu içəri? Sevincək daxil oldu. Hərəkəti izah edir. Necə sualına cavab verir? Düzəltmə tərzi hərəkət zərfidir. E-də deyir ki, 50-dən sonra bizi dəvət etdilər. Burada sonra qoşmalı, çünki çıxışlı hala qoşulub. Çıxışlı hala qoşulursa, əvvəl sonra bunlar qoşma olur, zaman zərfi deyil. E-də ümumiyyətlə zərf işlənməyib. Cavabımız D variantı. Çoxaltma dərəcəsində işlənən sifəti seçin. Deməli, birdə tündün özü adi dərəcədə olan bir sifətdir. Tünd o vaxt çoxaltma dərəcəsinin göstəricisi olur ki, o rəng bildirən sifətlərlə işlənir. Məsələn, tünd çay, bu tündün özü adi dərəcədədir. Amma tünd qırmızı desəm, bəli, rəng bildirən sifətlərlə işləndiyinə görə çoxaltma dərəcəsi yaranacaq. 2-də balaca, bəli, M, P, R samitlərindən birindən istifadə olunub, balaca, balaca çoxaltma dərəcəsi yaranıb, morfoloji yolla. 2-ni götürdük. 3-də çox mərtəbəli adi dərəcədə olan bir sifətdir. Burada çox dərəcə əlaməti olsa, sözdən ayrı yazılmalıdır. Məsələn, çox maraqlı. Belə olsaydı çoxaltma dərəcəsi olardı. Bu bir sayın, bir sifətin birləşməsindən yaranan mürəkkəb sifətdir. Sarışın azaltma dərəcəsidir. Bunu da götürmürük. Kiçikcə çoxaltma dərəcəsidir. Cacə ədatı ilə yaranıb. Kiçikcə azaltma dərəcəsinə oxşuyur. Amma ki, dərəcələrdə biz qrammatik göstəricilərə baxmalıyıq. Cacə çoxaltma dərəcəsinin göstəricisidir. Kiçik sifətdir. Cada çoxaltma dərəcəsinin göstəricisidir. Burada da çoxaltma dərəcəsi var. Doğma, dost doğma. Yenə M-P-R-sı samitlərinin birindən istifadə olunub. Morfoloji yolla çoxaltma dərəcəsi yaranıb. Cavabımız 2, 5, 6. Cavab D variantıdır. Verilmiş nümunədə əvəzliyin hansı məna növü işlənməmişdir soruşur. Vəkilin hörməti qalsın özünə. Özünə, öz, hər, bütün, filan, eyni, bunlar təyin əvəzlikdir. B variantını çıxardaq. Yoxdur, hörmət onun sözünə. O, şəxsə vəziyyə ola bilir. Bir də işarə vəziyyə ola bilər. Əgər o ismin sualına cavab verirsə, deməli şəxs əvəzlidir. Kimin? Onun. İsmin sualına cavab verir. Buradakı o şəxs əvəzlidir. D-ni də çıxartdıq. Hər deyilənə də inanmaq olmaz. Öz, hər, bütün, filan, eyni. Yenə təyin əvəzlikdir. Çıxartmışdıq bunu. Hər kim inandı, peşman oldu. Hər kim qeyri-müəyyən əvəzlikdir çıxartdı. Bizdə inanan kimdir indi? Kim sual əvəzliyidir. Bunu da çıxartdıq. Biz şəxs əvəzliyidir çıxartdıq. Cavabımız A variantıdır. İşarə əvəzliyi işləməyib. Burada o çaşdıra bilər, amma o işarə əvəzliyi olsaydı sifətin sualına cavab verəcəkdi. Məsələn, o kitab, hansı kitab, bu kitab. Hansı cümlədə əvəzlikdən sonra mütləq vergül işarəsi qoyulmalıdır? A-da deyir ki, o binanın qarşısında təkcə dayanmışdı. Burada əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Ümumiyyətlə, əvəzliyin vergüllə işlənməsində 2 əsas qayda var. Birinci, bu əvəzliklər cümlədə kim ya da nə sualına cavab verməlidir. Bu suallara cavab verdikdən sonra, həmin bu əvəzlikdən sonra isim, sifət, say, zərf, feili sifət və modal söz. Modal sözündə öz vergülüdür. Gəlsə, vergülü qoyuruq. Baxaq, A-nı saxlayaq. B-də deyir ki, o bizimlə birgə getmək istəyirdi. Kim? Deməli. Kim getmək istəyirdi? O getmək istəyirdi. Düzdür, kim sualına cavab verdi.
Amma ki, özündən sonra əvəzlik gəlib. Biz burada isim, sifət, say, zərf, fe'li sifət, modal sözü qeyd elədik. Əvəzliyi yazmamışıq. Ona görə burada vergül qoyulmayacaq. O kitabı bu gün oxudum. Oxudum. Nəyi? Kitabı. Hansı kitabı? O kitabı. Burada hansı sualına cavab verir, amma vergülün qoyulması üçün kim ya da nə sualına cavab verməli idi? Birinci. D-də deyir ki, o Bakıda çox qalmayacaq. Kim qalmayacaq? O qalmayacaq. Kim sualına cavab verdi? Və özündən sonra Bakı ismi gəlib. Burada artıq vergül qoyulacaq. Cavab D variantıdır. E-də deyir ki, o danışmalı idi. Bu malı məlini bəzən fe'li sifət şəkilsi ilə səslə alırlar. Malı məli fe'li sifət şəkilsi olsaydı necə sualına cavab verəcəkdi? Məsələn, deyirəm ki, o meyvə, yeməli meyvə, necə meyvə, yeməli meyvə, necə sualına cavab verir? Hə, orada fe'li sifət şəkilsidir. Amma burada deyir, o danışmalı idi. Nə etməli idi? Danışmalı idi. Bu fe'lin vacib şəklidir. Fe'llərdən ancaq fe'li sifət gəlsə vergülü qoya bilərdik. Burada fe'lin vacib şəkli gəldiyinə görə vergülü qoymuruq. A variantında isə vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəzən elə cümlələr olur ki, həmin cümləni biz iki cür təhlil edirik. Birində o əvəzliyinə kim sualını veririk və şəxs əvəzliyi kimi işlənir. Özündən sonra da isim gəldiyi üçün vergül qoyulur. Birində o əvəzliyinə hansı sualına cavab veririk? Bu dəfə artıq sualını veririk. Bu dəfə artıq işarə əvəzliyi olacaq. Elə bu cümlədə olduğu kimi. O binanın qarşısında təkcə dayanmışdı. Dayanmışdı kim? O. Kim sualına cavab verdi və özündən sonra da bina ismi gəldi. Belə olanda vergülü qoyuruq. Bir də deyirəm ki, o binanın qarşısında təkcə dayanmışdı. Hansı binanın? O binanın. Artıq hansı sualına cavab verir? Bu dəfə şəxs yox, işarə əvəzliyi kimi işlənəcək və hansı sualına cavab verdiyinə görə vergülü qoymayacaq. Vergülü qoymaq üçün kim ya da nə? Birinci bu suallara cavab verməlidir. Sonra da bayaq yazdığım nitq hissələr gəlməlidir ki, vergülü qoyaq. Fərqləndirilmiş sözlərdən hansı yəlik halda işlənmişdir? Baxışları məni qorxudurdu. Yəlik halın şəkilcisi ın üstü 4 şəkilcisidir. Amma bu şəkilci həm də mənsubiyyət şəkilcisi ola bilər. Əgər mənsubiyyətdirsə, özündən əvvəl yəlik halı söz tələb eləyir. Bəzən bu yəlik hallı söz cümlədə işlənir, bəzən də ixtisar olur. İxtisar olur, biz onu intonasiyanı bərpa eləyə bilirik. Əgər yəlik hal şəkilcisidirsə, özündən sonra mənsubiyyət şəkilcili söz tələb eləməlidir. Bax, məsələn, baxışların yəlik halı söz olsa, məsələn, baxışların gücü. Məsələn, kitabın yəlik halı sözdürsə, kitabın üzü. Özündən sonra mənsubiyyət şəkilcili söz gətirdim. Amma bu mənsubiyyət şəkilcili söz kim işlənsə, bundan əvvəl yəlik halı söz gələcək. Məsələn, deyirəm, kitabın məndədir. Sənin kitabın məndədir. Bu dəfə artıq özündən əvvəl yəlik halı söz istəyir. Baxışların məni qorxudur. Sənin baxışların məni qorxudur. Əvvəlinə sənin artıra bildiyimə görə bu şəkilci mənsubiyyət şəkilcidir. Mənsubiyyət şəkilcili adlıq hallı sözdür. Gələcəyi dəyişmək sənin əlindədir. Əl sözün kökü. Deməli, əl sözün kökü in mənsubiyyət, da yerlik, dırda xəbərli şəkilcidir. Burada belə bir məqam var ki, sözdə iki hal şəkilcisi işlənmir və yaxud da iki mənsubiyyət şəkilcisi işlənmir. Məsələn, burada in də var, da da var. Mən bunu yəli hal şəkilcisi kimi təhlil edə bilmərəm. Heç əvvəlinə sənin artırmağa ehtiyac yoxdur. Çünki bir söz iki dəfə hallana bilməz. İki dəfə mənsubiyyət qəbul edə bilməz. Bu yəli hal şəkilcisidirsə, bəs onda bu dadə nə olacaq? O da yerli hal şəkilcisidir axı. Şəkilcilərin qoşulma ardıcıllığı var. Birinci mənsubiyyət şəkilcisi qoşulur, sonra da hal şəkilcisi qoşulur. Sənin əlində ikinci şəxsin təkinin mənsubiyyəti, bu yerli hal şəkilcisi, bu da xəbərli şəkilcisidir. Bu söz yerli haldadır. Bizim bu olanlardan xəbərimiz yox idi. Sözün kökü biz, bizdən də bizim. Yəli halı şəkilcisidir. Cavab C variantıdır. Yəli halı şəkilcisi ın üstü 4 şəkilcisidir. Amma mən və biz əvəzliklərinə həmin o şəkilcini artırmaq olmur. Məsələn, mənin demək olmur. Sözə uyğun şəkildə mən və biz əvəzliklərində yəli hal şəkilcisi ın yox, im olur. Mənim, bizim. Bəzən bu şəkilcinin mənsubiyyətindən səhv salırlar. Mənsubiyyət deyil bu. Mənsubiyyət olsaydı, im şəkilcisi mənsubiyyət olanda birinci şəxsin təkinin mənsubiyyət şəkilcisi olur və biz həmin cümlənin əvvəlinə birinci şəxsin təkinin yəli hallı əvəzliyini artıra bilərik. Məsələn, deyirəm ki, kitabım evdədir. Əvvəlinə yəli hallı şəxs əvəzliyi artıra bilirəm. Mənim kitabım evdədir. Amma burada alınmır. Həm də ki, bu mənsubiyyət şəkilcili söz olsa, bütün şəxslərin mənsubiyyətini qəbul edə bilər.
Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Məsələn, kitab sözünə mənsubiyyət şəkilsi artırım. Kitabım, kitabın, kitabı, kitabımız, kitabınız, kitabları. Amma bizim sözlüyündəki o i mənsubiyyət deyil. Çünki bizim, bizin, bizi, bizimiz alınmır. Mənsubiyyətə görə dəyişə bilmirik. Qələmim məndə qalmışdı. Qələm sözün kökü ində mənsubiyyətdir. Çünki sənin qələmin məndə qalıb. Mənsubiyyət şəkilçili adlı hallı sözü əvvəlinə sənin qoya bilirəm. Yalan danışmayan gözlərindir. Göz sözün kökü lərcəm, in mənsubiyyət, bu da xəbərli şəkilçidir. Yalan danışmayan sənin gözlərindir. Əvvəlinə yəlik hallı şəxs əvəzliyi bərpa edə bildiyimə görə mənsubiyyət şəkilçili adlı hallı sözdür. Cavabımız C variantıdır. Ümumiyyətlə şəxs əvəzliklərində mənsubiyyət olmur. Onlardakı mənim, sənin, in şəkilçisi bütün hallarda yəlik hal şəkilçisidir. 8-ci testə baxaq. Hansı cümlədə feildəki qrammatik şəkilçilərin sayı daha çoxdur? Bu hadisələr onun yadına düşmürdü. Burada düşmək sözün kökü m inkar şəkilçisi, ür zaman, d isə idinin qısaldılmış formasıdır. Burada 3 dənə qrammatik şəkilçi var. İnkar şəkilçisi əslində mədir. Amma ki, bu inkar şəkilçisi birinci indiki zaman və qeyri-qəti gələcək zamanla işləndikdə İnkar şəkilçisinin saiti AE olan hissəsi düşür. Bu zaman yaddan çıxa bilər, amma biz unutmamalıyıq ki, inkar şəkilçisi indiki və qeyri-qəti gələcək zamanla işlənəndə onun saiti düşür. Düşmək sözün kökü m ayrıca bir inkar şəkilçisidir, ür zamandır, d isə idinin qısaldılmış formasıdır. Cavab çox güman ki, A variantı olacaq. Digər variantlara da baxaq. Sən də məclisə vaxtında gəlməlisən. Gəlmək sözün kökü malı məli. Deməli, feilin vacib şəklinin şəkilçisi səndə şəxs sonludur. Burada 2 dənə qrammatik şəkilçi işləndi. Sən kitabları vaxtında gətirdin. Burada ir, zaman, d idinin qısaldılmışı n şəxs sonluğu deyil. Çünki get sözü yoxdur. Elə sözün kökü gətirməkdir. D zamandır, n isə şəxs sonluğudur. Burada 2 dənə qrammatik şəkilçi var. Yadda saxlayaq ki, bunlar parçalanmalıdır. Deməli, d zaman və yaxud da idinin qısaldılmışı q şəxs sonluğu. Burada 2 dənə qrammatik şəkilçi işlənib. Əgər oxuyarsa, oxumaq sözün kökü arzaman, sa isənin qısaldılmış formasıdır. 2 dənə qrammatik var. Başa düşəcək, burada da bir dənə zaman şəkilçisi var. Onu görəndə çox sevindim. Sevinmək sözün kökü d zaman, m isə şəxs sonluğudur. 2 dənə qrammatik şəkilçi var. Görəndə burada da bir dənə qrammatikdir. Cavabımız A variantı. Hansı cümlədə xəbər şəklində olan feil hissəciyin qısaldılmış forması ilə işlənib? Xəbər şəklinin göstəricisi zaman şəkilçiləridir. Əgər bir feildə zaman şəkilçisi varsa, deməli bu feil xəbər şəklindədir. Bəzən belə feillər verilir, məsələn, bilirsə. Bu sasə çaşdırır ki, feil niyə xəbər şərt şəklində deyil, axı sasə şərt şəklinin şəkilçisidir. Feildə zaman varsa, feil xəbər şəklindədir və bunun istisnası yoxdur. İr də indiki zaman şəkilçisidir. Burada zaman var, deməli bu feil xəbər şəklindədir. Və bir feil iki şəklin şəkilçisini qəbul edə bilməz. Şəkillərin şəkilçisi ya kökə, ya da başlanğıc formaya artırılır. Biz burada sanı yox, niyə iri deməli zaman şəkilçisi götürüb feili xəbər şəklində götürürük? Çünki birinci artırılana baxırıq. Sözün kökü bilməkdir və kökə birinci zaman şəkilçisi artırılıb. Zaman şəkilçisi də xəbər şəklinin göstəricisidir. Bu feil olacaq xəbər şəklində. Xəbər şəklindən sonra təzədən feilə bir də şərt şəklinin şəkilçisi artırıla bilməz. Bu ir olsun xəbər, bu da şərt olsun, elə bir şey mümkün deyil. Bu sasə isənin qısaldılmış formasıdır. Sa'dan əvvələ maq artıra biləndə şərt olur. Çünki həmin sasə feilin ya kökünə, ya da başlanğıc formasına artırılıb. Yox, əvvəli maq artıra bilmiriksə, bu artıq isənin qısaldılmış formasıdır. Çünki qrammatiklərdən sonra gəlib. Feildə belə bir qayda var ki, leksiklərdən sonra maq artıra bilərik, qrammatiklərdən sonra maq artıra bilmirik. Əgər biz sa'dan əvvələ maq artıra bilmiriksə, deməli sa qrammatik şəkilçiyə artırılıb, o isənin qısaldılmış formasıdır. Baxın, bilirmək deyə bilmirik. Buradakı sasə isənin qısaldılmış formasıdır. Deməli, xəbər şəklini istəyir. Bütün ərzaqları vaxtında gətirdi. Uzaqdan baxanda burada ir zaman, d isə idinin qısaldılmış formasına oxşur. Amma feili təhlil eləyək. Sözün kökü gətirməkdir. D isə kökü artırıldığına görə zaman şəkilçisidir. Burada bir dənə zaman şəkilçisi işlənir. Əgər vaxtında gəlməzsə, biz gecikərik. Gecikmək, hər zaman, içdə şəxs sonluğudur.
Amma burada bir dənə də fe'l var. Deyir, əgər vaxtında gəlməzsə, gəl sözün kökü. M inkar şəkilçisi. Əz qeyri-qəti gələcək zamanın şəkilçisidir. Zaman varsa, deməli bu fe'l xəbər şəklindədir. Sa isə də isənin qısaldılmış formasıdır. Qeyri-qəti gələcək zamanın şəkilçisi əslində ar, ərdir. Amma ki, qeyri-qəti gələcək zaman ikinci, birinci şəxsin təkində və cəmində inkarda işlənəndə deməli, zaman şəkilçisinin r-sı z-ya çevrilir. Daha doğrusu, deməli, ikinci şəxsin təkində və cəmində, üçüncü şəxsin təkində və cəmində. Məsələn, mən gələrəm. İnkara çevirək. Mən gəlmərəm. Sözün kökü gəlmək. M inkar şəkilçisidir. Biz dedik ki, inkar şəkilçisi indiki və qeyri-qəti gələcək zamanı artırıldıqda saiti itirir. Ona görə burada saiti yoxdur. Ər zamandır, bu isə şəxs sonludur. Bu fe'l birinci şəxsin təkində işlənib. Amma biz bu fe'li ikinci şəxsin təkində işlətsək, sən gələrsən və inkara çevirək. Sən gəlməzsən. İnkara çevirəndə gəlmək sözün kökü m inkar şəkilçisidir. Bu ər zaman şəkilçisi inkarda işlənəndə ə olduğu kimi qaldı. Amma zaman şəkilçisinin r-sı z-ya çevrildi. Bu isə şəxs sonludur. Burada m inkar bu zaman sa isə də isənin qısaldılmış formasıdır. Cavabımız B variantıdır. Dərsini vaxtında bitirməlisən. Bitmək, bitirmək, malı, məli. Fe'lin vacib şəklinin şəkilçisi, san səndə şəxs sonluğudur. Qoy bu olanları ona da danışaq. Danışmaq sözün kökü aq əmr şəklinin şəkilçisidir. Tədbirə gərək vaxtında gələsən. Gəl sözün kökü arzunun şəkilçisi, səndə şəxs sonluğudur. Cavabımız B variantı. Hansı variantda sayın yazılışı düzgündür? Burada onlarla yox, belə olmalıdır. Onlarla. Beşincidə 5 İnci şəkilçinin sonuncu hissəsi 5-ci bu formada yazılmalıdır. Deməli, burada isə şəkilçi ümumiyyətlə yazılmamalıdır. İntonasiya ilə deyilməlidir. Deməli, D-də də səhvdir. Çünki miqdar sayları rəqəmlə yazıldıqda sonuncu qrammatik şəkilçi yazılmalıdır. Məsələn, birində bunu hərflə yazsaq, birində qrammatiklərin hamısını yazırıq. Amma rəqəmlə yazsaq, in. Birinci şəkilçi yox, sonuncu şəkilçi, yəni ikinci şəkilçi belə yazacaq. E variantında da elədir. 7-də. Hansı saylardan sonra gələn isim ancaq cəmdə işlənməlidir? Çox sayından sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər. Çox insanlar da olar, çox insan da olar. Amma bir çox sayından sonra gələn isim bütün hallarda cəmdə işlənməlidir. Bir qədərdən sonra gələn isim təkdə işlənir. Onlarladan sonra gələn isim təkdə də ola bilər, cəmdə də ola bilər. Bir sıradan sonra gələn isim həmişə cəmdə işlənir. Cavabımız 2, 5, B variantı. Hansı cümlədə fe'ldən düzəlmiş isim işlənmişdir? Bir sözün hansı nitq hissəsindən düzəldiyini bilmək istəyiriksə, sözdəki sonuncu leksik şəkilçinin hansı nitq hissəsinin artırıldığına baxırıq. Yəni, bu sonuncu leksik şəkilçi, qrammatik yox. Sonuncu leksik şəkilçi hansı nitq hissəsindən artırılıbsa, söz də həmin nitq hissəsindən düzəlib. Kök ayrıdır. Sözün hansı nitq hissəsindən düzəlməsi tamam fərqli bir şeydir. Baxaq, qorxaqlar hər zaman geri çəkilirlər. Deyir, hansı cümlədə fe'ldən düzəlmiş isim işlənmişdir? Burada qorxmaq fe'lindən qorxaq sifəti düzəlib. Qorxaqlar kim sualına cavab verib bizi çaşdıra bilər. Amma ki, qrammatik şəkilçilər, yəni cəm, mənsubiyyət, hal, bir də xəbərlik şəkilçiləri. Bu şəkilçilər qoşulduğu sözün aid olduğu nitq hissəsini qəti şəkildə dəyişmir. Qorxaq, necə qorxaq? Qorxaq sifətdir. Buna cəm şəkilçisi artırsaq da sifət olacaq, mənsubiyyət artırsaq da, məsələn, qorxaqları yenə sifətdir. Hal da artırsaq, qorxağı gördüm, yenə də sifət olaraq qalır. Xəbərlik şəkilçisi də artırsaq, söz yenə də sifət olaraq qalır. Çünki qrammatik şəkilçilər sözün aid olduğu nitq hissəsini dəyişə bilməz. Yəni, qorxaq sifətdir. Mən buna cəm şəkilçisi artırdım. Qorxaqlar, kim qorxaqlar? İsmə çevrildi, olmaz, qəti şəkildə. Sifətdir. Niyə kim sualına cavab verir? Çünki o isimə aid olan qrammatik şəkilçilərlə işlənib. Və sözün hansı nitq hissəsi olduğunu bilmək üçün ona qrammatik şəkilçilərlə sual vermək lazım deyil. Sözün hansı nitq hissəsinin olduğunu bilmək istəyiriksə,
Sözün başlanğıc formasına cümlədən kənarda sual verməliyik. Qorxaq necə? Qorxaq sifətdir. Cümlə daxilində ismi aid olan qrammatik şəkilçilərlə işlənib, ona görə ismin sualına cavab verir. Deməli, həm də cümlə daxilində verilən suallar cümlə üzvlərinin suallarıdır. B-də deyir ki, o bizə hamıdan əziz və doğmadır. Burada da yenə feildən düzələn sifət işlənib. Doğma necə? Doğma. Yarış meydanına hamı toplaşmışdı. Deməli, şərtdə deyir ki, feildən düzəlmiş isim işlənib. Yarış burada sadə sözdür. Toplaşmışdı feildir. Çəkimin artması məni narahat edirdi. Çəkmək feilindən çəki ismi yaranır. Çəkidən, deməli, bu mənsubiyyətdir, mənim çəkim. İkinci də haldır. Bir söz iki dəfə hal, iki dəfə mənsubiyyət qəbul edə bilmir. Birinci mənsubiyyətdir, mənim çəkim. İkinci də haldır. Feildən isim düzəldən şəkilcilər, məsələn, qırıntı. Belə olsaydı, bunu müəyyənləşdirmək daha rahatdır. Çünki şəkilçi özünü çox rahat şəkildə göstərir. Amma bir samitdən ibarət olan şəkilcilər bəzən bizi çaşdıra bilər. Məsələn, qazanc sözü düzəltmədir. Qazanmaqdan qazanc yaranıb. Amma ki, bir samitdən ibarətdir. Eyni qaydada burada şəkilçi bir saitdən ibarətdir deyə diqqətimizdən yayına bilər. Kök və şəkilçiyə ayırıq. Çək, nə çək, çəkinə, çəki. Çəki feilindən çəkmək feilindən çəki ismi yaratdı. Leksik şəkilçidir, isim düzəldir. Meyvələrdən yetişmişlərini dərmişdik. Yetişmiş feili sifətdir. İsimləşib burada ismi aid olan qrammatik şəkilçilərlə işlənib, amma biz dedik ki, qrammatik şəkilçi sözün aid olduğu nitq hissəsini dəyişmir. Məsələn, qorxaqlar desək, yenə də sifətdir, amma ki, lıq artırsaq, yəni leksik artırsaq dəyişəcək. Qorx feilindən qorxaq sifəti yarandı. Qorxaq sifətindən qorxaqlıq. Nə? Qorxaqlıq ismi yarandı. Leksik dəyişir, qrammatik yox. Hansı variantda zaman zərfi işlənmişdir? Oxuyandan sonra daha yaxşı başa düşdüm. Deməli, nə zaman? Oxuyandan sonra. Nə zaman sualını verdik? Deməli, bu cümlədə zaman zərfi var, olmaz. Burada nə zaman sualına cavab verən oxuyandan sonradır. Bu da oxumaq sözün köküdür. An feili sifət şəkilçisidir. Dan da çıxışlı hal şəkilçisidir. Sonra da çıxışlı hala qoşulduğuna görə qoşmadır. Çünki biz demişdik ki, əvvəl, sonra bunlar ismin çıxışlı halına qoşulubsa, zaman mənasını bildirən qoşmadır. Zaman zərfi deyil. Burada zaman zərfi işlənməyib. A-nı çıxartdıq. B-də deyir ki, Əli evə gedəndə yolda dostu ilə qarşılaşmışdı. Nə zaman? Evə gedəndə. Evə gedəndə tərkibdir. Feili bağlama tərkibidir və biz morfologiyadayıq. Zaman zərfini axtarırıq. Zaman zərfliyini axtarmırıq. Məsələn, soruşsa ki, hansı variantda zaman zərfliyi işlənib? A-nı da götürəcəkdik. B-ni də götürəcəkdik. Əli evə gələndə yolda dostu ilə qarşılaşmışdı. Nə zaman qarşılaşmışdı? Evə gələndə feili bağlama tərkibi ilə ifadə olunmuş zaman zərfliyidir. Çünki sintaktikada nə zaman sualına cavab verən sözlərin hər biri zaman zərflidir. Sadəcə ifadə vasitələri fərqlidir. Amma ki, morfologiyadayıq. Morfologiyada evə gedəndə burada 2 dənə müstəqil nitq hissəsi var və biz bunların hamısını ayrı-ayrılıqda sual verməliyik. Sintaktikada olsaydı, bəli, bir sual verəcəkdik. Evə gedəndə bu feili bağlama tərkibidir və feili bağlama tərkibinə daxil olan sözlər müstəqil şəkildə təhlil olunmur. Amma bu morfologiya yox, sintaktikanın mövzusudur. Biz morfologiyadayıqsa, burada sözlərə bir-bir sual verəcəyik. Kim, Əli, hara gedəndə evə, yönlük hallı isimdir. Evə gələndə daha doğrusu gəlmək sözün köküdür. Anda feili bağlama şəkilçisidir. Burada feili bağlama işlənib. Zaman zərfi yoxdur ki. Nə zaman sualına cavab verməyə çalışdırır, amma zaman məzmun bildirən feili bağlama bu suala cavab verdi. Gələndə, gəl sözün kökü anda əndə feili bağlama şəkilçisidir. Unutmayaq ki, feili bağlamalar da zərflər kimi hərəkətin tərzini, zamanı bildirə bilər, amma şəkilçi var. Orada feili bağlamanın şəkilçisi var. Biz o sözü feili bağlama götürürük. Zərf deyil. Hələ onun olanlardan xəbəri yox idi. Hələ zaman zərfidir. Cavabımız C variantıdır. Burada hələnin yerinə başqa bir söz olsaydı, məsələn, sabah gələrsən, axşam görüşərik, gec gəlmə. Bu sözlər cümlələrdə zaman zərfini olur, rahat müəyyənləşdirmək olur, amma hələ bəzən yaddan çıxar, bu zaman zərfidir. Məktəbdən sonra onu görməmişəm. Sonra zaman zərfi deyil, çünki çıxışlı hala qoşulub. Qoşmadır bu söz. Axşamki hadisə bizi çox qorxutmuşdu. Axşam olsaydı, bəli, axşam zaman zərfidir. Amma axşamki deyirsə, burada artıq zaman zərfindən
zaman zərfindən sifət düzəlib. Zaman zərflərinə artırılan bu şəkilçi zaman zərfindən sifət düzəldir. Məsələn, dünən zaman zərfidir. Amma dünənki hadisə hansı hadisə? Bu artıq sifətdir. Biri quruluşuna görə digərlərindən fərqlənir. Baş sözündən başlamaq yaranır. Qaldırmaq sadədir, çünki leksik şəkilçi sözdən yeni bir söz yaradır. Bəli, amma yeni yaranan sözlə köhnə söz arasında mənə əlaqəsi qalmalıdır. Qal sözü ilə qaldırmaq sözü arasında hər hansı bir əlaqə yoxdur. Sözün kökü ilə qaldırmaqdır. Bu da məsələ şəkilçisidir, qrammatikdir. Eyni qaydada dinlə dinli arasında bir əlaqə yoxdur. Dinləmək sözün köküdür. Dağla dağıl arasında bir əlaqə yoxdur. Yarla yarış arasında bir əlaqə yoxdur. Hamısı sadədir. A variantındakı isə düzəltmədir. Biz leksik şəkilçilərin içərisində ışdı, ıldı, dırdı bunları öyrənmişik. Amma bəzən bunlar sözün kökündə də işlənə bilər. Əgər leksik şəkilçidirsə, yeni yaratdığı sözlə köhnə söz arasında əlaqə qalmalıdır. Məsələn, bax, baxış. Əlaqə qaldı. Amma yarla yarış arasında bir əlaqə yoxdur. Və yaxud da gör, görül. Əlaqə var. Amma dağla dağıl arasında heç bir əlaqə yoxdur. 15-də deyək ki, hansı sözlərdə mənsubiyyət şəkilsinin işləndiyini əminliklə demək olmaz. Deməli, biz burada bədən üzvlərinə aid olan sözləri çıxardırıq. Geri qalan variantda deməli seçirik 2, 3, 5. Sözlər mənşəyinə görə 2 yerə bölünürdü. Bəzi sözlər var ki, onlar milli sözlərdir və həmin o milli sözlər yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə sözün kökündəki sahib düşür. Çiyinlə, cisim yox daha doğrusu burada beyindir. Bir dəqiqə, burada şərt nə idi? Hansı sözlərdə mənsubiyyət şəkilçisi işləndiyini əminliklə demək olmaz. Bəli, bədən üzvlərinə aid olan sözləri çıxardaraq geri qalanı seçirik. 2, 3, 5. Burada məsələ nədir? Bəzi sözlər var ki, onlar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə sözün kökündəki sahib düşür. Bunlar daha çox milli sözlərdir. Məsələn, bu sözlərdən biri çiyin sözüdür ki, və həmin sözlər daha çox bədən üzvlərinə aid olan sözlərdir ki, bədən üzvlərinə aid olan sözlər milli sözlərdir və həmin sözlər yalnız mənsubiyyət qəbul etdikdə sözün kökündəki sahib düşür. Məsələn, elə çiyin, bədən üzvünə aid olan sözdür. Bu sözdəki in şəkilçisinin əminliklə mənsubiyyət şəkilçisi olduğunu deyə bilərəm. Çünki baxıram ki, sözün kökündəki sahib düşüb. Əgər yəlik hal şəkilçisi olsaydı, sözün kökündəki sahib düşməyəcəkdi. Çünki bunlar o söz qrupuna aiddir ki, bunlar yalnız mənsubiyyət qəbul etdikdə sözün kökündəki sahib düşür. Eyni qaydada da beyin sözündə də in bütün hallarda mənsubiyyətdir. Bunun hal olma variantı yoxdur. Hal olsaydı sözün kökündəki ikinci sahib düşməyəcəkdi. Amma zehnin, ömrün, cismin sözlərindəki in şəkilçisinin əminliklə mənsubiyyət şəkilçisi olduğunu deyə bilmirəm. Çünki in yəli hal şəkilçisi də var. Və bunlar o söz qrupuna aiddir ki, bunlar həm mənsubiyyət, həm də saitlə başlayan hal şəkilçisi qəbul etdikdə sözün kökündəki sait düşür. Yəni, bu in şəkilçisinin mənsubiyyət və yəlik hal olma ehtimalı var. Yəlik də ola bilər, mənsubiyyət də. Dəqiq deyə bilmirəm ki, mənsubiyyəti yoxsa yəli. Çünki hər iki variantda sözün kökündəki sahib düşür. Düşüb hər iki variantda da. Ona görə bunu dəqiq demək olmur. Amma milli sözlərdə, bunlar daha çox bədən üzvlərinə aid olan sözlərdir. Həmin o sözlərdə yalnız mənsubiyyət qəbul etdikdə sözün kökündəki sahib düşür. Çiyin sözündəki in mənsubiyyətdə əminliklə deyirəm, çünki sözün kökündəki sahib düşüb. Əgər o şəkilçi yəlik hal şəkilçisi olsaydı, bu formada olacaqdı. Sözün kökündəki sahib düşməyəcəkdi. Cavabımız 2, 3, 5. Bu da D variantı.